Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Azərbaycan Hava Yolları Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib. Azaldan Demokrat Aza verilən məlumata görə Bakı-Moskva-Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub. Məlumata görə sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə Azal mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb. Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi Azalın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib. Azərbaycan Hava Yolları yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir.